Axşamınız xeyir olsun dostlar. Bu günləri Şuşanın dağlarındayıq. Arxamda görünən o gözəl dağlarda köçələr üzdür. Bu gecə bu çadırda qalacağım. Özünüzə vaxt ayırın, gəlin istirahət edin, təbiətlə baş-başa olun, çöldə qalın və görəcəksiniz ki, insanın düşüncələri, beyni necə də rahatlaşır. Hər şeyə gözəl baxırsan. Təbiət qoynunda olmaq mənə bunu öyrədibdir. Bu axşamı Şuşanın dağlarında keçirdirəm. Bura Şuşanın ən hündür zirvəsidir. Dedik biraz kəkotu çay dəmləyib içək. İsti çaydan da çay içməyin də başqa bir ləzzəti var. Artıq çayımız da qaynadı. Bax elə Şuşanın dağlarından yığdığımız kəklikotları da burada çaydanımıza əlavə edək. Ne güzellik var. Bax bura Şuşanın ən hündür yüksək zirvəsidir. Bura dəniz səviyyəsindən 1510 metr yüksəklikdir. Bax həmin qayanın üzəri buradır. Buradan belə Kosalar dağlarına gedən demək təxminən də olsa yolları gördük.